Türkiyə şərait üsulları ilə müalicələr bugünkü günümüzə qədər qalmaqdadır. Bu dəfə isə sizə tamamilə fərqli müalicə növündən bəhs edəcəyik. General Hospitalın həkimi Mikayelov Rövşən doktor qurbağa ilə hansı xəstəlikləri müalicə etməyin mümkün olduğundan danışacaq. Hörmətli tamaşaçılar, bugünkü söhbətimiz qeyri-ənənəvi müalicə üsulu olan qurbağalarla müalicə olacaq və müsahibim General Hospital klinikasının baş həkimi, terapevt Rüstəm doktordur. Salam doktor. Salam. Bizim tamaşaçıları doğrudan da maraqlandırır, nəinki tamaşa mənim elə həmçinin özümü də maraqlandırır ki, qurbağalarla müalicə üsulu nə deməkdir və hansı xəstəlikləri siz onlarla müalicə edirsiniz? Qurbağalarla müalicə həqiqətən qeyri-ənənəvi də olsa çox maraqlıdır. Mən uzun illərin həkimi kimi xaricə səfərim zamanı o qurbağa ilə müalicəni orada gördüm və onu gətirib öz respublikamızda tətbiq eləməyi özümə məsləhət bildim. Və bu qurbağalar əsasən ən çox qalxana bənzər vəzinin bütün xəstəlik, hipotireoz, hipertireoz, eyni zamanda angina, laringit, faringit, qalxana bundan başqa süd vəzinin mastopatiyalarında çox gözəl, bəzən eyni zamanda dəri xəstəliklərinin özündə çox gözəl effekt verir. Çünki qurbağanın özündə olan o xüsusi şirə var. Bu qalxana bənzər hormonların onun tərkibində var. Məsələn, yodun çatışmazlığı çox olması, az olmasından qalxana bənzər vəzində o xəstəliklər əmələ gəlir. Bunda isə çox olanda azalır, az olanda çoxalır. O şirənin vasitəsilə dəridən, o nanotexnologiyadır. Bir var, dərmanı qəbul edir xəstə, mədəsindən, qaraciyərindən süzülüb gəlir, ora təsir edənə kimi. Bu isə yerində bağlayırıq boğazına. Orada xəstə dəri vasitəsilə keçir qalxana bənzər hormonları, deməli, qalxana bənzər vəzinə və başlayır o qalxana bənzər vəzində böyüməsi, əritməyə, düyünləri əritməyə. Siz inanın ki, elə bil ki, o çaylarda necə ki, yayda, dağlarda qar əriyir, onu kimi bu başlayır əritməyə. Həmin vaxtda bəzən xəstələr görürsən ki, ilk günlər özünü narahat hiss edir, 3 gün, 4 gün. Sonra başlayır yaxşı olmağa. Və həm də müalicənin sonunda biz buna eyni zamanda qanda olan hissəsini, böyrəyin nə qədər ifraz elədiyi var, eləmədiyini biz plazmafariz vasitəsilə 3-4 seans plazmafariz aparırıq ki, qanın tərkibindən çıxardaq. Hətta həmin vaxt plazmafarizin özündə görülür ki, deməli, qanda bir belə onun çirkli hissəsi olur. Ayrılır, onu ayırırıq. Xəstələr özünü, çoxlu sayda xəstələr müalicə. Mən bunu bir 7-8 ildir Respublikaya gətirmişəm. Orada əllə tuturlar xəstələr, əllə tutub nəfəs alırlar. Bizdə isə milli mentalitetimizə uyğun olmadığına görə, düzdür, müəyyən faiz insanlar bunu qəbul edir. Ancaq əksəriyyət insanlar, çox vaxt xanımlar ehtiyat edirlər, çəkinirlər. Qurbağanın, dediyim kimi, nə dişləmir, dişi yoxdur. Nə də ki, onun caynağı yoxdur ki, nəsə problem yaratsın. O qurbağadan biz bir dəfə istifadə edə bilirik. İkinci dəfə istifadə eləmək olmur. Necə zəhərlidən bir dəfə istifadə olunur, bundan da bir dəfə istifadə edərək sonra atırıq, yeni qurbağalar götürürük. Bu, çoxlu sayda xəstələr gəlib. Hətta elə bir xəstələrim olur ki, mənim, məsələn, biopsiya götürülüb, bəd xəstəlik olduğu təsdiq olunur. Mən həkiməm, mən təbib deyiləm, həkiməm, mən bilirəm ki, bu, biraz bəziləri fikirləşər ki, bəd xəstəlik kimi müalicə olsa bu, Nobel mükafatına layiq görürlər. Ancaq əslində xəstələr şahiddir. Hətta İranda müalicə almış xəstəm olub, gəlib yanıma deyib ki, mənə 6 ay müddət qoyulub, məndə bəd xəstəlik biopsiyası da var. Biz müalicə eləmişik, tam deməli o düyünləri əriyibdir və xəstə çox razı qalıbdır. Bu saatda yaşayır. Bir nəfərdə də 7 sm həcmində boyunda şiş var idi, ona törəmə diaqnozuna qoyulmuşdu, onkologiya təsdiq etmişdi, biopsiya götürmüşdü. 3 gün müddətində o çəkildi. Çünki onu demək istəyirəm ki, bəziləri böyük şişlərin özü olanda zobun. Eləsi var 3 günə 3 sm, 4 günə 4 sm çəkilənlər də var. Eləsi də gec tabi olur. Xəstələrin hər birinə individual, fərdi yanaşırıq. Hamısına eyni formada yanaşmaq olmaz ki, hamısına eyni təsir göstərəcək. Ancaq dediyim kimi, müalicə müddəti də 10 gün müddətini aparırıq. Əvvəllərdən biz dediyim kimi əllə tuturduq, bir dənə qurbağa saxlayırıq. Sonra başladım, mən özümdən icad elədim ki, fikirləşdim ki, milli mentalitetə uyğun deyil, əllə tutmaq, saxlamaq. Başladım, xüsusi kisə düzəltmişəm. O kisələri də göstərəcəm sizə. O kisənin içərisində 3 dənə qurbağa qoyuram. Biri sağda, biri solda, biri də orta hissədə qalxana bənzər vəzin bütün sahəsini tutur.
10 gün, gündə 2 saat olmaq şərtinə 10 seans aparır. Bu bir kurs müalicəsidir. Heç vaxt müalicədən sonra o düyünlərin məsələn həcmi heç vaxt olmuyor ki, çoxalsın. Məsəl üçün 70%, 80%, bəzən 100% sağalır birinci seansda. Birinci seansda olmayanda 3 ay fasilə veririk. İkinci seans, ikinci kurs bir də başlayırıq 10 məsəl üçün seans. 2-3 seansa tam 100% gedir və çoxlu sayda xəstələrimiz də var və onlar da indi yəqin ki, tamaşaçılar mənim o vaxt elə müalicə xəstələr baxır. Onlar da öz fikrini deyə bilərlər. Yəni mənim bu metodu, bu qeyri-ənəvi olan metoddan həqiqətən nətədir, bir uzun illərin həkimi kimi çoxlu sayda insanlar müalicə eləmişik, çoxlu sayda xəstələrimiz şəfa tapıb. Mən bunlar haqqında ancaq ürək dolusu danışa bilərəm. Başqa sualınız var? Güman edirəm ki, bu müalicə üsulu bütün qurbağalara aid deyil. Çünki indi elə tamaşaçı var ki, gedəcək, gölməçədən qurbağa götürəcək, özü bağlayacaq boğazına. Bu qurbağalar haqqında, növləri haqqında biraz danışaq. Mən çox razıyam, çox yerində verilmiş sualdır. Çünki hər qurbağa getmir. Mən xaricdən gələndə əvvəlcə biraz oradan hər qurbağa gətirdim. Sonra respublikamızın özündə axtardım, o qurbağa növündən tapdım. Burada xüsusi qoruqda olan qurbağadır. O qurbağalardan istifadə edirəm. Çünki zəif qurbağa, hər qurbağa getmir. Xüsusi seçilmiş növ qurbağalardır. Qurbağaların özünün də içərisində elələri var, ilandan pis zəhərlidir. Biz onu istifadə edə bilmərik. Məsəl üçün, quruda yaşayan qurbağalar var, hansı ki, dəri xəstələr, elə hallara da rast gəlmişik, dəri xəstəliyi əmələ gətirir. Ona görə mən suda yaşayan, xüsusi seçilmiş qurbağalardır. Onlardan isə qara rəngdə olanları var, yaşıl rəngdə olanları. Siz inanın ki, müalicənin axırında qurbağanın rəngi ağappaq olur. Qara rəngdə olan qurbağa öz bədənində olan o hormonları, eyni zamanda yodunu, bütün orqanizmə lazım olan tələbat elədiyi hormonlar hamısını verir, qurbağalar ağ rəngə düşür. Böyle də çox vaxtda görsən qurbağalar ölür. Artıq o zəhərin təsirindən dözə bilmir. Çünki özünə həm şirə verir, həm də qurbağalar xüsusi şüa verir. Onunla o düyünü ərdirlər. Elə hallar olur ki, nətər deyim, qurbağa dediyim kimi ölür, dözə bilmir. O zəhərin təsirindən bəli. Bir dəfəlik müalicədir. Bir dəfəlik müalicə. İkinci dəfə ondan istifadə edə bilir. Artıq o enerjini bədəndə olanı bir dəfə verir. İkinci də verə bilmir. Ondan sonra biz onları ayrı qoyuruq, onları təkrar istifadə edə bilmirik. Bir də Rüstəm doktor, hansı xəstəliklərə bu qurbağalarla müalicə əks göstərici sayıla bilər? Bilirsinizmi, bu yüksək temperaturası olan xəstələrdir. Bəd xəstələşin 4-cü stadiyasıdır. Belə xəstələrə məsləhət bilinmir. Çünki o vəziyyətdə o xəstələrə əks təsir edir. Ancaq başqa deyim ki, nətər deyim, çox xəstəliklər deyirəm ki, istifadə eləmişik. Hətta sizə bir maraqlı bir yerində danışım ki, xəstə gəlir yüksək təzyiqlə. Çünki qalxana bənzər bəzi xəstəliklərin əlamətləri taxikardiya, ürək döyünməsinin məsələn 150, 160, 170 olan vaxtlar olur. Təzyiq yüksək olur. Müalicənin axırında maraqlı nədir? 160-170 nəbzi olan xəstəni müalicə müddətinin 2 saatın axırında görsən 80 vurur nəbz. 80 vurur, 70 vurur, 86 vurur. Yəni normaya salır. Yəni bunun gücünə baxın ki, o qədər ürək döyünməsi. Ancaq dərmanlarda bu qədər effekt olmur. Nəinki bu qurbağanın özündən təbii müalicə, xəstə də narahat olmur, xəstə əlavə dərman qəbul etsin, onun mədəsinə qaraciğer problem yaratsın, olmur. Belə yeri bağlayırıq, 2 saat boğazında qalır və ondan sonra xəstə özü hiss edir. Bəzən dediyim kimi 3 gün, 4 gün özünü narahat hiss edir. Eləsi var, ilk gündən bunu bağlayan kimi deyir, nəfəsim açıldı. Hiss edirlər ki, boğaz nahiyəsində ağrılar olur. Hiss edirlər ki, artıq o düyünlər başlayır əriməyə, çəkilməyə, boğazda istərsəniz ağrı verir. Dediyim kimi, ancaq xəstəliyin axırında çox rahat olur. Sonra da biz ona 3 ay müddət qoruq. 3 ay müddətində öz təsirini, o müalicə 3 ay müddət təsirini göstərir. Düyünlərin əriməsi, sonra qalxan bəzən hormonlarının norma həddinə qalxması, düşməsi. Çünki yüksək olanı azaldır, qalxan bəzən hormonlarını. Az olanı da normaya gətirib çatdırır. Yəni bu başqa müalicələrdən çox effektivdir. Mən uzun illərin həkimi kimi mən bunun çoxlu sayda məsələn effektini görmüşəm və xəstələrim də razıdır bu günə kimi. Demək, müalicənin müddəti 10 gündür və 2 saat da boğazında sarıqlı gəzməlidir. Gəzə də bilərlər. Uzana da bilərlər, gəzə də bilərlər. Və sonda tövsiyələriniz tamaşaçılarımıza ki, onlar sizin kimi mütəxəssisə müraciət etsinlər. Nə vaxt gələ bilərlər sizin yanınıza? Hansı simptomları hiss etdikdə onlar sizə müraciət edə bilər?
çox yaxşı sualdır. Hətta elə insanlar var, mən insanlara baxanda, xəstələr yanıma gələn hamısına birinci boğazına baxıram ki, bunun zobu var, yoxsa da qalan zobu var ya yoxdur. Birinci onun əlamətləri xəstələr, belə xəstələr çox əsəbi olurlar, özündən asılı olmuyor, xırda bir şeyə tez əsəbləşir. Sonra sakit olandan sonra özünə fikirləşir ki, mən niyə görə əsəbləşmişdim, burada elə bir şey yox idi. Bu bir. İkinci, ürək döyünmənin çox olması, təzyiq də çox vaxt təzyiq qalxır. Ağrılar kürək nahiyəsinə vurur, qola vurur, bəzən oynaqlara vurur. Xəstə çox narahat olur, yuxusuzluq əlamətləri olur. Belə hallar olur. Hava çatışmazlığı, boğazına udqunanda nəsə elə bir ki, ona mane olur. Çətinliklə udqunur. Bax, belə hallar əmələ gəlir. Arxasında uzananda hava çatışmazlığı olur, boğulur. Belə xəstələr ya sağa, ya sola yatmaq istəyirlər. Bu əlamətlər olur. Rüstəm doktor, çox sağ olun. Güman edirəm tamaşaçılar bu söhbətdən sonra, bu müsahibədən sonra sizə çox müraciətlər olacaq. Gəlib məndən müsahibə götürdüyünüzə görə sizə dərin təşəkkürümü bildirirəm. Mənə elə gəlir ki, tamaşaçılarımız üçün də maraqlı olacaq, xəstələr üçün də maraqlı olacaq ki, bu çıxışdan sonra çoxlu sayda insanlar müraciət edəcək və onlar şəfa tapacaq. Mən də həkiməm, mən ancaq insanlara şəfa vermək istəyirəm, bunu arzulayıram. Bunda da sizin də böyük zəhmətiniz olduğuna da ancaq təşəkkürümü bildirirəm.